Bismillahirrahmanirrahim. Allahümme inne auzu bike en üşrike bike ve ennel a'lemu ve estağfurüke li la a'lemu. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Alimlerin katında tövhidin değeri. İbn Qayyim rahmetullah aleyhi demiştir. Hidayet ve tövhid köksün açılmasının en büyük sebeplerindendir. Zəlalət və şirk isə köksün daralmasının və sıxılmasının en büyük səbəblərindəndir. Abdurrazıq Əl-Bədri Hafizallah buyurur, əgər bizdən soruşsalar ki, tövhid müsəlmanın həyatında hansı yeri tutur, biz deyəcək ki, tövhid elə müsəlmanın həyatının özüdür. Onsuz müsəlman üçün həyat yoxdur. Müasir alimlərdən biri demişdir, kimin ki Allah-u Teala'ya tövhid və ixlası yoxdursa, onun bütün əməlləri batildir və ona heç bir şeyin faydası olmayacaq. İbn Qayyim rahmetullah aleyhi demişdir, şükür iki qismdir, yeməyə, içməyə, geyinməyə və bədənin sağlamlığına görə şükür etmək. Tövhid və iman qəlbin qüvvətli olmasına görə şükür etmək. İbn Qayyim rahmetullah belə demişdir, tövhid Allahın ən əzəmətli qalasıdır ki, kim ona daxil olarsa, əminlərdən olar. İbn Qayyim rahmetullah belə demişdir, İxlas və tövhid qəlbdə bitən ağacdır. Onun budaqları əməllərdir. Onun meyvəsi isə dünyada xoş həyat, ahirətdə isə əbədi olan nemətlərdir. Necə ki, cənnətin meyvələri nə kəsilməz, nə də ki, toxunulmazdır. Eləcə də tövhidin və ixlasın dünyada olan səmrəsi də beləcədir. Eləcə də şirkin, yalan, riyakarlıq qəlbdə bitən bir ağacdır. Onun meyvələri isə dünyada qorxu, kədər, qəm və qaranlıq bir qəlblə yaşamaqdır. Onun ahirətdəki səmrəsi isə zəqqum ağacı və əbədi əzabdır. Həsən Əl-Bəsri rahiməllah belə demişdir, səcdə təkəbbürlüyü, tövhid isə riyanı aparır. Şeyx Təqiyyəddin Əl-Hilal rahiməllah belə demişdir, tövhid kitabı bir dəfə oxumağa kifayət deyil. Gərək ki, onu daima oxuyasan. Onu hər dəfə xətm edib bitirdikdən sonra yenidən oxumağa başlamalısan. Necə ki, mən elə edirəm. Çünki insanlar daima o kitabı oxumağa ehtiyaclıdırlar. Müvahid kimsə onu tez-tez oxumalıdır ki, yəqinliyi artsın və elmdə dərinləşsin. Müşrik də daima oxumalıdır ki, şirkinə son qoysun. Şeyxülislam İbn Teymiyyə rahmetullah belə demişdir, həqiqətən tövhid Quranın sirri və imanın özəyidir. Şeyxülislam İbn Teymiyyə rahmetullah belə demişdir, hər kim tövhid və sünnədən nə qədər uzaqlaşsa, şirk və bidət və iftiraya da bir o qədər yaxınlaşar. Tövhid şirkin əslini yox edər. İstiğfar isə onun qolbudağını silib aparar. Allah ən gözəl tərif, la ilahe illallah kəlməsi, ən üstün dua isə estağfurullah sözüdür. İbn Teymiyyə rahmetullah. Hafiz İbn Rəcəb Həmbəli rahmetullah demişdir, tövhid təhqiqi yaşatmağa, etməyə çalışın. Çünki Allaha bağlayan yalnız odur. Onun təhqiqi etməklə, doğrulamaqla çalışın. Şübhəsiz ki, Allahın əzabından yalnız tövhid əhli xilas olacaq. Şeyx Muhammed İbn Abdülvahhab buyurur, İmanın ən sağlam qulupu və qulun Rəbbinə ən böyük ibadəti tövhid əhlini sevib, şirk əhlinə nifrət etməkdir. Şeyxülislam İbn Teymiyyə rahmetullah belə dedi, səadət əhli tövhid əhlidir. Şeyxülislam İbn Teymiyyə rahmetullah demişdir,
Tövhid imanın əsasını təşkil edir və tövhid şəhadəti cənnət əhli ilə cəhənnəm əhli arasında bölünən bir sözdür. Tövhid cənnətə girmə səbəbidir və tövhidsiz İslam etibarsızdır. Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurmuşdur: Tövhid o həm dinin əvvəli, həm sonu, həm də dinin batini, həm də zahiridir. Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur: Tövhid əhli Allahın rəhmətinə ən layiqli olanlardır. Tövhid və ixlas əhlidir. Kim la ilahe illallah kəlməsini, ixlasını, elm, əqidə, əməl, bəraət, şirkdən və əhlindən uzaq durmaq, dostluğu, Allahın dostlarını dost tutmaq və düşmənlik, Allahın düşmənlərinə düşmən olmaq mövzusunda daha kamil şəkildə həyata keçirərsə, o Allahın rəhmətinə daha çox layiqdir. Şeyxülislam İbn Teymiyyə rahimehullah dedi: Fatihə surəsi əvvəli təhmid, yəni Allaha həmd, ortası tövhid, axırı isə duadır. İbn Teymiyyə rahimehullah buyurur: Qulun qəlbində tövhid nə qədər güclənərsə, imanı da, rahatlığı da, təvəkkülü və yəqini də bir o qədər güclənər. İbn Teymiyyə rahimehullah demişdir: Tövhid dinin və imanın qəlbidir. Digər əməllər isə orqanlardır. İbn Teymiyyə rahimehullah demişdir: Tövhid şirkin ziddidir. Qul Allah'a haqqı olan tövhidi gerçəkləşdirib, ona heç bir şeyi ortaq qoşmazsa, o muvahhid olur. Yalnız Allah'a güvənmək, ondan ummaq və ondan qorxmaq, Allahın birləməni və ona qulluq etmənin bir parçasıdır. İbn Qeym rahimehullah demişdir: Tövhid sadəcə Allahdan başqası yaratıcı yoxdur. O aləmlərin Rəbbidir deməklə gerçəkləşən bir durum deyildir. Çünki eyni şeyi bütə tapanlar da deyirdi. Buna rəğmən Allah onları müşrik olduqlarını bildirmişdir. Bundan dolayı tövhid eyni zamanda Allahı sevmək, ona itaat etmək, ibadəti səmimi olaraq etmək, onun üçün sevmək, onun üçün buğz etmək, onun üçün vermək, onun üçün almaq, bütün hal və hərəkətinin mərkəzi onun rızasını qoymaqdır. Bunun içinə kişinin üsyan və israrla çağıran şeylərdən uzaq durması da girər. Bu gerçəkdən bilinən Allah Resulü sallallahu aleyhi və səlləmin bu sözü çox yaxşı anlar. Bir kimsə la ilahe illallah deyərsə və bununla Allahın rızasını niyyət edərsə, Allah onu cəhənnəm ateşinə qadağan edər. İmam Nəvəvi rahimehullah demişdir: Tövhid üzrə ölən bir kimsə cəhənnəmdə əbədi qalmaz. Bu əhl-i sünnətin tərəfdarları üzərində ittifaq olunmuş bir etiqadıdır. Cənnətin açarı tövhid. Tövhid cənnətin açarıdır. Kim bu açarla gəlməzsə cənnətə girməz. Hafiz İbn Rəcəb Həmbəli rahimehullah demişdir: Doğru yolda olmağın əsli qəlbin tövhid üzərində doğru yolda olmasıdır. Müasir alimlərdən biri demişdir: O ibadət ki, onda tövhid yoxdursa, o ibadət deyildir. Allah subhanahu wa ta'aladan öz nəfsimə, sizlərə haqqı ilə qorxmağı bildirirəm. Bu alimlərin tövhid haqqında olan dəyərli kəlamlarından yığcam olanlar idi. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.